Xoş gördük Leyla. Bəli, Bakıda bölgənin enerji təhlükəsizliyi məsələləri müzakirə olunur. Söhbət təkcə yerləşdiyimiz bölgənin yox, böyük bir coğrafiyada enerji sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələlərindən gedir. Cənub Qaz Dəhlizinin 12-ci Məşvərət Şurası, eyni zamanda Yaşıl Enerji Məşvərət Şurasının 4-cü toplantısı çərçivəsində dünyanın 27 ölkəsindən, eyni zamanda beynəlxalq təşkilatların, əlaqədar strukturların rəhbərləri, nümayəndələri məhz ölkəmizin paytaxtında bir masa ətrafında yığışıblar. Prezident İlham Əliyev az öncə tədbirin açılış mərasimində iştirak etdi, eyni zamanda çıxış etdi və enerji sahəsində Azərbaycanın prioritetləri, uğur hekayəsi barədə və bundan sonraki addımlar barədə məlumatları, fikirlərini diqqətə çatdırdı. Qeyd etməliyik ki, 2015-ci ildən etibarən keçirilir Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin görüşü. Bu 12-ci belə görüşdür. 2023-cü ildən isə o daha bir komponentlə zənginləşib, söhbət Yaşıl Enerji Məşvərət Şurasından gedir. Bu həm də Azərbaycanın, o cümlədən dünyanın yeni çağırışlara adekvat reaksiyasıdır. Yaşıl enerji üzrə müzakirələr olduqca labüddür. Təbii ki, ənənəvi enerji sahəsində çağırışlar da var. Bu istiqamətdə də əməkdaşlıq əlaqələri genişləndirilir və bu və digər məsələlərlə bağlı müzakirələrin məhz Bakıda keçirilməsi də Azərbaycanın böyük bir coğrafiyada bu məsələlərdə həlledici rola malik olması ilə bağlıdır. Ötən il bu şuranın toplantısı çərçivəsində əgər Azərbaycandan qaz alan ölkələrin sayı 12-yə bərabər isə, son bir ildə daha 4 ölkə bu sıraya qoşulub və beləliklə bugün 16 ölkə Azərbaycan qazı ilə isinir. Və təsadüfi deyil ki, bu uğur hekayəsinin nəticəsidir ki, bugün boru kəməri ilə təchizat baxımından coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Cənub Qaz Dəhlizi vasitəsilə bu dövr ərzində 190 milyard kubmetr qaz ixrac olunub. Eyni zamanda onun sonuncu segmenti olan və bugün Avropanın enerji təhlükəsizliyində fövqəladə rol oynayan Transadriatik boru kəməri vasitəsilə Azərbaycan Avropaya 56 milyard kubmetr qaz ixrac edib. Və təbii ki, onu da qeyd etməliyik ki, ümumilikdə il ərzində Azərbaycan hazırda 25 milyard kubmetr qaz ixrac edir və onun tən yarısı Avropa ölkələrinin payına düşür və indi iştirakçılar arasında Avropa ölkələrinin sayının çoxluğu da dediyimizi təsdiqləyir və qeyd etməliyik ki, burada həm ənənəvi enerji sahəsi üzrə ixtisaslaşmış şirkətlər, eyni zamanda bərpa olunan enerji sahəsi üzrə aparıcı şirkətlər, dünyanın nüfuzlu şirkətləri və ayrı-ayrı ölkələrin nümayəndələri, nazirləri iştirak edirlər və qeyd etməliyik ki, enerji transformasiyası istiqamətində atılan addımlar bu tədbirlərdən də yan keçmir. İştirakçılar bu məsələyə, bu istiqamətə xüsusi diqqət ayırırlar. Məlumdur ki, bu istiqamət Azərbaycanın da prioritetləri sırasındadır. Ölkəmizdə bu sayədə iri həm külək, həm günəş, həm su elektrik stansiyaları qurulur və xarici investorlar, məsələn, Mastar, Aquapower kimi, BP kimi dünyanın aparıcı şirkətləri bu sahədə iri layihələr həyata keçirir və indi təmsilçilər arasında elə dediyimiz şirkətlər də iştirakçıdır. Belə, bizim hələlik buradan Bakı Konqres Mərkəzindən çatdıra biləcəklərimiz bu qədər. Bakıda isə enerji təhlükəsizliyi, enerji sahəsində əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr gün ərzində davam edəcək.